Stolda gördüğünüz güzelliklerin her birinden ayrı-ayrı mürəbbələr, cemlər hazırladım və hər birinin videosunu ayrılıqda paylaşıram. Bugün isə sıra gəldi malina mürəbbəsinə. Əvvəlcə malinalarımızı bir qabın içərisində 15-20 dəqiqə saxlayırıq, soyuq suyun içərisində. Daha sonra isə aş süzəni əlavə edib yuyuruq. Maksimum meyvələrə toxunmamağa çalışırıq. Çünki malinalar həddən artıq tez əzilən meyvələrdir. Ona görə maksimum toxunmadan yumağa çalışırıq. Alan zamanda çalışın ki, saplaqları üstündə olanları alın. Məndə üzərlərində deyildi. Ona görə saxlamağı daha çətin olurdu. Yuduqdan sonra isə saxlayırıq, suyu süzülür. Sonra isə qazanımıza, bişirəcəyimiz qazanımıza şəkər tozu əlavə edib, üzərinə meyvəni əlavə edirik. Yenə əlavə edərkən çalışırıq ki, maksimum əzilməsinlər, maksimum ehtiyatla davranırıq meyvələrə qarşı. Və meyvələri əlavə etdikdən sonra təkrar şəkər tozumuzu əlavə edirik. Malina mürəbbəsinin hazırlanmasında kilo prinsipi əsas götürülür. Məsələn, 2 kilo malinanız varsa 2 kilo da şəkər tozu əlavə edirsiniz. Qat-qat da tökə bilərsiniz. Mənim kimi yarısını alta, yarısını üstünə də əlavə edib. Daha sonra yavaş-yavaş ehmalca sirkələyirik qazanı ki, meyvələrin hamısına hopsun. Və əgər vaxtınız varsa bir gecə, yoxdursa ən az 5-6 saat gözlədirik ki, suyu çıxsın. Videoda da gördüyünüz şəkildə meyvəm kifayət qədər şirəli meyvə idi. Öz şirəsini buraxdı. Əgər şirəsi kifayət etməzsə, o zamansa üzərinə armudu stakan, yarım armudu stakan civarında su əlavə edirsiniz. Daha sonra isə gürodda təxminən 15 dəqiqə bişiririk. Təxminən yox, elə 15 dəqiqə bişiririk. Meyvə qazana qaşıq vurmuruq. Videoda gördüyünüz şəkildə qazanın özünü qıraqlarından sirkələyirik. Gür odda pişirdiyimiz üçün çox tez qaynamağa başlayır. Qaynamağa başladıqdan sonra isə üzərində kəflər yaranır. O kəfləri də bir kəfkir vasitəsilə ehtiyatlı bir şəkildə yığırıq ki, meyvələrə toxunmayaq. Normalda varinaların üzərini salfetka köməyi ilə təmizləyirəm, amma burada onu etmədim. Maksimum çalışıram ki, kəfkirlə eləyim ki, meyvələrim əzilməsinlər. Və mürəbbəmiz bişdi, artıq düşürməyə yaxındır. Üzərinə bir dilim limon əlavə edirəm, 15-20 saniyə təkrar bişirirəm. Limon öz rəngini saxlaya bilsin deyə əlavə olunur və altını söndürüb soyması üçün bir kənarda saxlayıram. Artıq mürəbbəmin son halını görürsünüz, bişdi, soyudu və bankalara əlavə etmək vaxtı gəldi. Bankalara əlavə etdikdən sonra isə mürəbbəmizi qapaqlarını yaxşı presləyib 2 gün soyuducuda, daha sonra isə sərin bir otaqda saxlayırıq. Hazırlayan hər kəsə nuş olsun. Əgər videomu bəyəndinizsə, kanalıma abunə olmağı və bildirişləri açmağı unutmayaq ki, daha çox video qarşınıza çıxa bilsin. Özünüzə yaxşı baxın. Növbəti videolarda görüşənədək hələlik.